Sabahınız xeyir olsun əziz tamaşaçılar. Biz davam edirik və elə efirimizin əvvəlində qeyd etdik ki, müxtəlif mövzuları müzakirə edəcəyik. Daha doğrusu iki mövzu müzakirə edəcəyik. Onlardan biri də pay torpaqlarla bağlıdır. Ümumiyyətlə, pay torpaqlarında uyğunsuzluqlar və vətəndaşları daha çox narahat edən məqamlar müzakirə olunacaq. Əgər bununla bağlı sizin hər hansı bir sualınız varsa, əziz tamaşaçılar, bizə ünvanlaya bilərsiniz. Biz qonağımıza sizin suallarınızı ünvanlayacağıq. Qonağımız isə Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestrinin sədr müavini Elşad Məmmədovdur. Xoş gəlmişsiniz. Sabahınız xeyir olsun. Necəsiniz? Əhvalınız necədir, günə necə başlamışsınız? Təşəkkür edirəm, çox gözəl. Düşünürük ki, çox maraqlı məqamlara toxunacağıq və tamaşaçıların da ağlında olan müəyyən suallar varsa, onlar cavablandırılacaq sizin sayənizdə. Elə başlayaq, sırada verəcəyim sualla bağlı istəyərdim sizin fikrinizi öyrənim. Ümumiyyətlə, torpaq münasibətlərinin tənzimləməsi ilə bağlı bəzi məsələlər haqqında dövlət başçısının 2021-ci il oktyabr ayının 7-si tarixli və 1455 saylı fərmanın üzərindən demək olar ki, 5 ildən çox vaxt keçib. Nələr baş verib, nələr həyata keçib və nələr olacaq, bu haqda istəyərdik sizdən soruşaq. Bəli, 1455 saylı fərman aqrar islahat zamanı, 90-cı illərdə aparılmış aqrar islahat zamanı xüsusilə bilirsiniz 800 mindən artıq Azərbaycanlı ailə əvəzsiz olaraq pay torpağı ilə təmin edilmişdi. Orada müxtəlif səbəblərdən təxminən 60 minə yaxın ailə torpaqlarını alsa da müvafiq sənədlərlə təmin edilməmişdi. Hal-hazırda həmin fərman nəticəsində dövlət vəsaiti hesabına həmin 60 min ailə, hətta 62 mindən artıq ailənin pay torpaqlarına dair sənədləri dövlət vəsaiti hesabına təmin edildi və onlar dövlət reyestrindən çıxarış əldə etdilər. Eləcə də daha əvvəllər dövlət aktı ilə təmin olunmuş vətəndaşlara artıq yeni qaydalara uyğun olaraq dövlət reyestrindən çıxarışlarla əvəzləndi. Bu da 485 mindən artıq deməli dövlət aktı artıq çıxarışla fərmanın icrası çərçivəsində dəyişdirilmişdir. Elşad müəllim, ümumiyyətlə vətəndaşların pay torpaqlarının yerləşmə mövqeyində sənədlə fakt arasında bəzən uyğunsuzluqlar olur, bunu deyə bilərik. Bunun səbəbi nədir və əsasən hansı problemlərə bu məsələ yol aça bilir? Bəli, qeyd etdiyim kimi bu 800 min ailəyə torpaq sahəsi 90-cı illərdə aqrar islahat vaxtı verildi və o tarixlərdə bilirsiniz müasir ölçü cihazları, modern GPS alətləri yox idi və daha çox əl qaydasında, əl vasitələri ilə ölçülərək torpaqlar verilirdi və elektron kadastr sistemi də o vaxtlar ümumiyyətlə dünyada yox idi və qısa bir müddət ərzində, 4 il ərzində dediyim kimi 100 minlərlə ailə torpaqla təmin edildi və orada təbii ki, bir sıra texniki xətalar baş verdi. Yəni, vətəndaşlara göstərilən sahə ilə sənədləşdirilən və xəritəyə işlənən sahələr arasında bəzən koordinat fərqləri meydana gəldi. Eləcə də vətəndaşlar bəzən bilərəkdən, bəzən bilməyərəkdən də öz yerlərini dəyişdilər. Yəni, kənd yerlərində xüsusilə su mənbələrinə, yola yaxın olmaq üçün bəzi vətəndaşlar da öz yerlərini dəyişdilər və beləliklə sənəddə göstərilən yerlə vətəndaşın faktiki olaraq əkib biçdiyi yer arasında müəyyən fərqlər yaranmağa başladı. Və bu bəzi hallarda xüsusilə artıq müasir deməli kadastr, elektron sistemlər və inkişaf etdikcə bu müəyyən problemlər yaradır. Məsələn, ən sadəsi subsidiya almaq üçün deməli fermerlər müraciət etdikləri zaman təqdim etdiyi sənədlər Kənd Təsərrüfatı Nazirliyindən yoxlanıldığı zaman məlum olur ki, təqdim etdiyi sənəddə hər hansı bir əkim işi aparılmayıb. Halbuki vətəndaş ondan tutaq ki, 300 metr aralı hansısa bir sahədə əkin işi aparılır və onu sübut etmək sonradan müəyyən problemlər yaradır. Eləcə də alqı-satqı edərkən, torpaqlar birləşdirilərkən, bölünərkən alıcılar və satıcılar arasında sənəd üzrə koordinatlarla fakt arasında uyğunsuzluqlar olduqda təbii ki, müəyyən mülki mübahisələrin yaranmasına səbəb olur. Deyək ki, problem yarandı. Dediyiniz o faktla reallıq arasında bir problem yarandı, vətəndaş bundan üzləşib. O problem necə həll olunur? Ümumiyyətlə, kimə müraciət eləməlidir? Sözünü kimə desin? Bəli. Öncəliklə qeyd etmək istəyirəm ki, çıxarışa çevrilərkən deməli, bizim Daşınmaz Əmlakın Kadastr və Reyestr Republik Hüquqi Şəxsinin Müvafiq Ərazi İdarəsi o səhvləri aradan qaldırır. Yəni, tamamən mövcud vəziyyəti uyğunlaşdıraraq, tam dəqiq, müasir ölçmə cihazlar vasitəsilə müəyyənləşdirilmiş koordinatlar təqdim olunur. Yəni, əlinizdə əgər bir dövlət aktı varsa, bir şəhadətnamə varsa, yəni 90-cı illərdə verilmiş və onun
faktiki vəziyyəti ilə sizin əlinizdəki sənədlərdə bir uyğunsuzluq olduğundan şübhələnirsə, ən yaxşı yol dövlət reyestrindən çıxarış almaq üçün bizim idarəyə müraciət etməkdir. Çıxarışa müraciət edildiyi zaman mütləq həmin uyğunsuzluqlar aradan qaldırılır. Necə müraciət edirlər? Yaxınlaşırlar mı? Ya Deməli, asan xidmət əgər mövcuddursa, asan xidmət mərkəzlərinə, əgər həmin rayon və şəhərdə asan xidmət mərkəzi yoxdursa, publik hüquqi şəxsin müvafiq ərazi idarəsinə və rayon şöbəsinə müraciət edə bilərlər. Yaşad müəllim, bəs torpaqların sənədləşdirilməsi ilə bağlı ümumiyyətlə hansı yeniliklər var? Varmı? Varsa necə tətbiq olunur? Bəli. Bununla bağlı, pay torpaqları ilə bağlı da bir problemi əlavə edim, əgər icazəniz varsa. Buyurun. Eyni zamanda yeniliklərlə də bağlı. Deməli, bu uyğunsuzluqların aradan qaldırılması üçün bəzən vətəndaşların icma şəklində də bir düzgün mövqe tutmalarına ehtiyac olur. Məsələn, əgər sizin torpaq sahənizin yeri dəyişdirilibsə, yəni tutaq ki 200 metr başqa bir sahəyə keçmişsinizsə, təbii ki bu nə deməkdir? Siz kimlərinsə torpağını istifadə edirsiniz və kimlərsə də sizin torpağınızı istifadə edir. Yəni sizi öz yerinizə qaytarmaq üçün və ya faktiki istifadə etdiyiniz sahənin sənədləşdirilməsi üçün təbii ki qonşuların da torpaqlarında müvafiq dəyişikliklər olmalıdır. Çünki siz kənddə tək bir torpaq sahəsi bir insanın deyil, yəni yüzlərcə insan var, qonşuluqlar var və dolayısıyla bu qonşuluqlar ümumi razılığa gəlməlidirlər. Əgər ümumi razılıq olmazsa, təbii ki bu uyğunsuzluğu aradan qaldırmaq da mümkün olmur. Həqiqətən biz praktikada da bundan qarşılaşırıq və kənd icması ilə işləyirik. Kəndin ağsaqqalları, irəli gələnləri, ziyalıları ilə ortaq bir fikrə gəlirik ki, heç kimin mənafeləri tapdanmadan faktiki vəziyyətə uyğunlaşdıraq. Çünki bəzən olur ki, bir insan 30 ildə ora qulluq eləyib, orada agrotexniki tədbirlər görüb, torpağı münbitləşdirib, müasir suvarma sistemləri qurulub, amma əslində səhv edib. Yəni təxminən 30 metr öz yerindən aralıdır. Və onun öz yerində olan başqa bir vətəndaşın torpağına girib təbii ki və o vətəndaş bəzən razılıq göstərmir. Deyir ki, baxmayaraq ki, onu 30 ildə istifadə edib, əgər sənəd üzrə mənimdirsə, mənə qaytarsın. Halbuki o, dediyim kimi, uzun illər oraya müəyyən investisiyalar qoyub. Ona görə də burada kənd icmasına, ağsaqqallara, ziyalılara çox iş düşür ki, yəni insanlar arasında bu mübahisələrin aradan qaldırılması, məhkəməyə əlbəttə ən sonda heç bir çarə olmayanda məhkəməyə gedilir, amma məhkəmədən kənar yaxşı olar ki, hər bir icma öz problemlərini öz daxilində həll edərək, razılaşdıraraq bu uyğunsuzluqların aradan qaldırılmasına imkan versin. Bununla bağlı dəyişikliklər, yeniliklər hər zaman bizdə davam edir və keçən il deməli 439 sayılı fərmanda təsdiq olunmuş sənədlərin siyahısı genişləndirildi. İcra hakimiyyəti başçısının yerlərdəki nümayəndələrinin, icra nümayəndələrinin verdiyi sənədlər bugünə qədər sənəd olaraq qəbul olunmurdu. Çünki Torpaq Məcəlləsinin nəzərdə tutulmamışdı və bu qəbildən olan 50 minə yaxın Azərbaycan vətəndaşının əlində bu sənədlər olduğu halda bu torpaqlarını sənədləşdirə bilmirdi. Hal-hazırda o fərmana daxil edildi və artıq icra nümayəndəlikləri sənədi olan vətəndaşlar müraciət edərək rahatlıqla öz torpaqlarına çıxarış ala bilərlər. Daşınmaz əmlakla bağlı torpaqlara baxırdım dünən axşam ki, görüm özümü də hazırlayım bu sizin söhbətinizə. Qarşıma belə bir ifadə çıxdı, torpaq icradadır. Və mən fikir verdim ki, icrada olan torpağın qiyməti digər torpaqla müqayisədə daha aşağıdır. Nə deməkdir icradadır? Yəni, o mübahisəli mi torpaqdır? Nə deməkdir bu icradadır? Bunu istəyərdim biz bir aydınlaşdırardıq. Yəqin ki, siz icra hakimiyyətinin tabelindədirmi? Belə bir ifadə gördüm. Yəqin ki, icarə torpaqlarını nəzərdə tutursunuz. Yəni, torpaqlar mülkiyyətdə olan torpaqlar satıla bilər. Təbii ki, onun qiymətləri müvafiq icarə torpaqlarının daha. Çünki icarə müddətlidir. Yəni, 15 illik... İcarə yox, icradadır. Yəni, orada qeyd olunub ki, sənədlərlə torpağın alqı-satqısını birbaşa icra hakimiyyətindən danışmaq lazımdır. Yəni, belə bir torpaq anlayışı da var. Səhv etmirəmsə. Yox, icra hakimiyyətinin sərəncam verdiyi torpaqlar var və onlar ancaq icarə yolu ilə verilə bilir. Yəni, onlar mülkiyyətə verilə bilmir, ancaq 15-49 illik icarələrlə verilə bilir. O səbəbdən icarə torpaqları olduğu üçün onların qiymətləri müvafiq qayda mülkiyyətdən daha ucuz olur. Bəs əgər tutaq ki, bir ailə torpaq mülkdür, valideyn dünyasını dəyişdikdən sonra torpaq bölünməlidir övladlar arasında və onlar arasında əgər hər hansı bir narazılıq yaranarsa, belə olan halda onda sizin müdaxiləniz orada yer alır, yoxsa onlar özləri həll etməlidirlər bu kimi
problemləri? Miras yolu ilə torpağın bölünməsi əlbəttə deməli orada qanunvericilikdə hər kəsin payı aydın şəkildə göstərilib və bir mülk sahibi vəfat etdiyi zaman onun vərəsələri müvafiq qaydada notariusa müraciət edirlər. Notarius qanunvericiliyə nəzərdə tutulmuş qaydada həmin torpaq sahəsini onlar arasında paylarını bölür. Yəni faizlərlə bölür. Yəni kimin neçə faiz torpaqda mülkiyyət olduğunu təsdiq edir və ona müvafiq şəhadətnamə verir. Amma torpağın naturada bölünməsi, yəni tutaq ki, valideynindən 10 hektar torpaq sahəsi qalır və 50% bir evladın, 50% digər evladındırsa, yəni çox bəsit bir şəkildə hərəsinə 5 hektar düşür. Amma naturada bu torpağın hansı hissəsinin kimə düşəcəyini əlbəttə tərəflər razılaşaraq müəyyən etməlidirlər və bizim ölçü işlərini aparan mühəndis onu aktlaşdırır və hər iki tərəfin razılığı alır ki, torpağı naturada necə? Əgər tərəflər anlaşa bilməzlərsə, tutaq ki, torpağın bir hissəsi yola daha yaxındır və hər kəs o tərəfi istəyir, o halda ancaq məhkəmə qaydasında bölgü tələb edə bilərlər. Bəs əgər bir torpağın iki sahibi var əgər, olur elə hallar ki, məsəl üçün torpaq bir nəfərə satılır, daha sonra başqa bir adama da satılır və hər ikisində sənədi var. Belə olan halda onda hüquq kimin tərəfində olur? Öncəliklə çox yaxşı bir məsələyə diqqət çəkdiniz. Tamaşaçılarımıza elə istifadə edib bunu da demək istəyərdim ki, bir torpaq təbii ki, iki nəfərin olması halı ilə qarşılaşmamaq üçün torpağı mütləq notarial alqı-satqı yolu ilə əldə edin. Yəni çıxarışlı, plan ölçüsü olan bir torpağı notariusda, notarial əqd vasitəsində alqı-satqı yolu ilə əldə etsəniz, belə bir halla qarşılaşma ehtimalı yoxdur. Yəni dövlət reyestrində çıxarışlar və plan ölçülər, çünki bir torpaq ancaq bir dəfə verilir və hal-hazırda bizdə qurulmuş elektron sistem ümumiyyətlə bunu texniki olaraq da üst-üstə vurulmasına imkan vermir. O səbəbdən etibarnamə yolu ilə və ya hər hansı bir sənədsiz qaydada torpaq sahəsi əldə etməyin. Bu hallar adətən bu cür sənədlərlə, təsdiqini tapmamış sənədlərlə vasitəsilə baş verir. Yəni daha diqqətli olmalıdırlar da bu alış-veriş zamanı. Bəli, yəni əslində dediyim kimi diqqətli, yəni hər kəs mütəxəssis olmaya bilər, hər kəs bu məsələnin tam dərinliyini bilməyə bilər, amma çox sadə bir şey var. Yəni bir daşınmaz əmlak, torpaq, mənzil və s. əldə etmək istəyirsə, bunun tək yolu notariusdan alqı-satqı müqaviləsi ilə əldə etməkdir. Əgər notariusdan alqı-satqı ilə əldə etsəniz, bilin ki, heç bir problemlə qarşılaşmayacaqsınız. Çünki bunda notarius o alqı-satqını etməsi üçün onun çıxarışı olacaq, texniki sənədləri olacaq, yoxlanılmış olacaq dövlət reyestrində, üzərində hər hansı həbs, girov və s. olmayacaq və notarius bunları yoxlayacaq və siz heç bir problemlə qarşılaşmadan... Amma digər hallarda əgər siz bunu etibarnamə ilə alırsınızsa, sənədsiz bir torpaq sahəsi alırsınızsa və ya... Bu da adətən qiymət məsələlərinə görə olur bu işlər. Təbii ki, belə hallarla qarşılaşa bilərsiniz. Çünki açıqcası müxtəlif tarixlərdə müxtəlif orqanlar özünə aid olan, olmayan bəzi sənədləri veriblər və bununla bağlı vətəndaşlar problemlə qarşılaşırlar. Belə halda təbii ki, məhkəməyə getməlidirlər, uzun müddət məhkəmə xərcləri, vaxt itkisi və nəticədə o sənədlər hansının etibarlı olduğunu da məhkəmə konkret halda müəyyən edəcək və bununla bağlı da indidən nə isə proqnozlaşdırmaq mümkün deyil. Yaşar müəllim, təşəkkür edirik sizə. Fəaliyyətinizdə uğurlar arzuluruq. İnanırıq ki, tamaşaçılar onlarda yaranan müəyyən suallara vasitənizlə cavab tapmış oldular. Uğurlar. Sağ olun. Pay torpaqlarında olan uyğunsuzluqlardan danışdıq və siz tamaşaçıların narahat edən məsələlərə toxunduq. Təşəkkür edirik bir daha və qonağımız Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestrinin sədr müavini Elşad Məmmədov idi. Bir daha təşəkkür edirik sizə. Çox sağ olun.